Salam, hər vaxtınız xeyir olsun. Sinifdə hər fənnin neçə saat, dərs saatının neçə saat olduğunu bilmək üçün nə edirik? İlk öncə dərs cədvəli hissəsindən, öz təqvimimizdən daxil oluruq. Sinif rəhbəri olduğumuz sinifin jurnalına. Daha sonra eksport hissəsindən bu Excel faylı kimi yükləməyə veririk. Bir müddət fırlandıqdan sonra bu yüklənəcək. Aha, gördüğünüz gibi bu yüklendi. Yükle hissəsini vururuq. Excel faylı yüklənir. Excel faylını açırıq. Burada Enable Editing hissəsini vururuq. Və burada deməli, uşaqların həm bütün KSG yarımillik, illik qiymətləri qayblarda görsənir. Üstəgəl, həftəlik dərs saatlarının miqdarı baxın bu hissədən, illik dərs saatlarının miqdarı bu hissədən. Bu, hər uşağın adının qarşısında bu şəkildə sətr olaraq verilir. Məsələn, siz istəyirsinizsə ki, biləsiniz ki, tutalım. Baxın, indi burada nə deyər? Azərbaycan dili. Azərbaycan dili sizin sinifinizdə həftə ərzində neçə saat keçirilib? Sürüşdürürsünüz. Bu hissədən tutub sağa sürüşdürürsünüz. Bu hissədən tutub sağa sürüşdürürsünüz. Bu hissədə miqdarı var 135. Bu şəkildə müəllimlərdən bir soruşmadan rahatçılıqla baxıb yaza bilərsiniz. Məsələn, Azərbaycan tarixi görək il ərzində neçə saat keçirilib? Aha, 34 saat. Bu şəkildə baxa bilərsiniz. Sağ olun.